Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Biz ədəd ardıcıllığın limiti, funksiyanın limiti haqqında biraz izah verək, şagirdlərimizə kömək olsun. Ümumiyyətcə, gəlin görək, bu limit anlayışı nə olan şeydir? Uşaqlar ondan sonra çalışmalarını yazmaqda başa düşsünlər. Bax, uşaqlar, limit tutaq ki, fx funksiyası verilibdir. Deyək ki, y bərabərdir fx funksiyası verilibdir, düzdür? Hər hansı bir x0 götürsək, yəni həmən x0 nöqtəsi, bu fx-in təyin oblasında ola da bilər və yaxud da təyin oblasında olmaya da bilər. Deyək ki, fx məsələn 3-5 aralığında təyin olunursa, x0-ımız -1-də götürə bilərik, 2-də götürə bilərik. Yəni, təyin oblasında kənardakı qiymət də ola bilər. Yəni, bizim x-imiz x0-a yaxınlaşanda, həmən bizim fx funksiyamız yaxınlaşır, deyək ki, bir a ədədinə. Həmən bu a ədədi verilmiş funksiyanın x0 nöqtəsindəki limitidir. Nə deməkdir? Yəni, limit x-imiz x0-a yaxınlaşanda fx-imiz nəyə bərabər oldu? A-ya bərabər oldu. Bunu bir dənə nümunə üzərində göstərim sizə. Haradasa başa düşəsiz. Bax, tutaq ki, deyək ki, bir dənə fx funksiyasıdır. X-imiz deyək ki, yaxınlaşır 3-ə. X-imiz 3-ə yaxınlaşanda funksiyamız deyək ki, yaxınlaşır 5-ə. Bizim x-imiz 3-ə yaxınlaşanda, amma fx-imiz neçəyə yaxınlaşır? Deyək ki, 5-ə. Bir var arqument yaxınlaşma. Məsələn də, belə bir qrafik çəkim deyək ki, sizə. Məsələn, qrafik gəldi soldan gəldi, bax, gəldi neçəyə yaxınlaşdı? 3-ə. Amma 3-ü almalıdır da, düzdür? 3-də deyək ki, təyin olunmuyor. Amma bu 3-ə yaxınlaşana kimi, deyək ki, y neçəyə yaxınlaşdı? 5-ə. Bu hardan yaxınlaşır? Görsən 3-ə soldan yaxınlaşırsa, bir də var sağdan yaxınlaşma. Ola bilər ki, biri də gələr, bax, buradan belə yaxınlaşar 3-ə. Bu deyirik ki, sağdan limit. Bu sağ limit, sol limit anlayışları var. Ta ki, x-imiz 3-ə yaxınlaşırsa, x yaxınlaşır 3-ə, müsbət deyirik ki, sağdan, x yaxınlaşır 3-ə, soldan. Soldan və sağ. Görürsən, hər ikisində limit 3-ə yaxınlaşanda funksiya neçə yaxınlaşır? 5-ə. Amma bizim deyək ki, fx-imiz 3 olanda 5-ə bərabər qiymət almır. Ta ki, x-imiz 3 olanda bəlkə də aldığı qiymət, məsələn, buradakı qiymətdir. 4-dür. 5-dən yuxarıdadırsa bir qiymət verir də 7-dir. Ola bilər ki, funksiyanın həmin nöqtədə aldığı qiymət onun limitinə bərabər olmasın. Və yaxud da ola bilər ki, bərabər olsun. Elə funksiya burada da bu qiyməti alıbsa, deməli, f-3, onda belə deyə bilərik də, x yaxınlaşır, limit deyək ki, x yaxınlaşır 3-ə sağdan, bərabər olur limit, x yaxınlaşır 3-ə soldan. Hər ikisində qiymət nəyə bərabər oldu? Bərabər oldu f3-ə, o da neçədir? 5. Yəni, sağ limit sol limitə bərabər oldu. İndi ola bilər ki, sağ limit sol limitə bərabər olmasın da. Tutaq ki, biri alıbdır qiymətini 2, biri də alıbdır qiymətini 5. Məsələn, sağdan qiymət funksiya yaxınlaşdı, gəldi burada məsələn 2-yə yaxınlaşır, 2-yə. Amma soldan yaxınlaşdı, neçə oldu? 5-ə. Bax, buradakı qiymət olsun 5. Y-in 5 qiymətinə. Yəni, bu x-imiz sağ tərəfdən, bax, görürsünüz, sağ tərəfdən yaxınlaşır, 5-ə bərabər olur. Sol tərəfdən yaxınlaşınca 2-yə bərabər olur. Amma, yəni, sağ limit, sol limitə bərabər olmur. Ümumiyyətcə, verilmiş nöqtədə funksiyanın limiti f x-imizdə düzdür, funksiyamız fx-dir. Limit x yaxınlaşır, deyək ki, 3-ə dedik, 4-ə dedik, neçə dedik, deyək ki, x0-a da düzdür. F x bərabər götür nəyə? A-ya. Bu bizim üçün bir dənə düsturdur. Yəni, x-imiz x0-a yaxınlaşanda funksiyamız neçəyə yaxınlaşdı? A-ya. Bayaq göstərdik. İndi ardıcıllığın limitində, məsələn, limit, funksiyanın limitindən bir dənə nümunə göstərəm. X yaxınlaşır 3-ə. X kvadrat çıxaq 9 bölünsün, x çıxaq 3.
Görün uşaqlar, x-imiz 3-ə yaxınlaşanda x-in yerinə 3 yazsaq, bunun mənası olmaz. Yəni x 3-ə yaxınlaşır, amma 3-ü almır. Biz sürət və məxrəci ixtisar eləsək, x çıxaq 3, x üstə gəlsin 3, bölünsün x çıxaq 3. X çıxaq 3-lər getdi, nə qaldı? X plus 3. X neçə yaxınlaşır 3-ə? X 3-ə yaxınlaşır. Funksiyamız neçə yaxınlaşırdı? 6-ya yaxın. Yəni x-in yerinə 3 yazırıq. Dart 3-ün üstünə eşitində 6. Deməli bizim x-imiz gəlib 3-ə yaxınlaşdıqca, bax bu 3-ə yaxınlaşdıqca, deyək kənardan gəlib bu 3-ə yaxınlaşdıqca f(x)imiz neçəyə yaxınlaşır? Görsə bura neçədir? 6. Yəni, bax belə deyək də 6-ya yaxınlaşmışıq. Yəni 3-ü almadı. İndi keçək biz ardıcıllığın limitindən nələri sizə izah edeyim. Tutaq ki, uşaqlar, limit x yaxınlaşır sonsuzluq şərtində 1 bölünsün x. Bunu bərabər götürürük 0. Bu şərtdir. Ola bilər ki, limit x plus y veribsə, biz bunu ayrı-ayrı limitlər şəklində yaza bilərik. Limit, lap a plus b yazda fərqi yoxdur. X üstə gəlsin limit y. Çıxaq olanda çıxaq yaza bilərik. Hasil olanda hasil şəklində yaza bilərik. Nümunə üzərində göstərirəm ki, limit x yaxınlaşır 0 sonsuzluqdan. Deyək ki, 2x üstə gəlsin 5 bölünsün 3x çıxaq 4. Bu cür limitləri hesablamaq üçün yadınızda saxlayın. Hər birini yüksək dərəcəli dəyişənə bölün. Burada dəyişənin dərəcəsi nədir? 1-dir. Deməli, ən böyüyü elə x-dir. Hər birini x-ə bölün. Hər bir toplananı, sürəti də, məxrəci də. 2x-i x-ə böldüm, üstə gəldim 5-i böldüm x-ə. 3x-i x-ə böldüm, çıxdım 4-ü böldüm x-ə. Biz demişik, a bölünsün n şəklində veriləndə bunları nə qəbul edirik? 0. 2x-i x-ə böləndə x-lər ixtisar getdi, sürətdə qaldı 2. Məxrəcdə 3x-i x-ə böləndə qaldı 3. 3-də 2. Bunu əsas olaraq yadımızda saxlayaq ki, dərəcələri eyni olan, çox adlı şəklində verilir, limitləri hesablayanda ardıcıllıq. Elə həmən yüksək dərəcəli hədlərin əmsalları nisbəti olur. Yəni, əmsallar neçədir? 2, 3. Gördünüz, sonunda da 2, 3 aldıq. İndi bir ayrısını yazıram. Tutaq ki, yazırıq. Limit x n yaxınlaşır sonsuzluq yazın. X yaxına fərqi yoxdur. Məsələn, 3e-nin kubu üstə gələk 2e-nin kvadrat çıxaq 5 bölək e-nin kubu çıxaq e-nin kvadrat üstə gəlsin 8. Yüksək dərəcəli əmsallar hansılardır? E-nin kublar. Birinci sürətin əmsalı 3, məxrəcdə əmsal 1. Hamısı gedir bunların n kubuna böləndə. Qalır neçə? 3-ü də 1-ə bölsəm limit neçə eləyər? 3. İndi ola bilər ki, bizdə belə bir nümunə verər. Limit n yaxınlaşır, məsələn, 3-də kök altında n-in kvadratı çıxaq deyək 4 çıxaq n veribdir. Deyir ki, hesabı. Görürsünüz, burada məxrəci yoxdur. Onda biz bunun qoşmasına vurub və böləcəyik. Yəni, mən bunu kök altda e-nin kvadratı çıxaq 4 plus e-nə vurdum, qoşması budur. Kök altda e-nin kvadratı çıxaq 4 plus e-nə böldüm. Nəyə vururam? Sonra da bölürəm. Sürətdə a plus b olanda e-nin kvadratı çıxaq 4 çıxaq e-nin kvadratı. Məxrəcdə kök altda e-nin kvadratı çıxaq 4 üstə gəlsin neçə oldu? N. Nə aldıq? Mənfi 4 bölünsün. Sürətdə çünki n kvadratlar getdi. Nə qaldı burada? N üstü kvadrat çıxaq 4 plus n. Artıq biz ədədi sonsuzluğa bölsək, nə taparıq? 0. Yəni, məxrəc sonsuzluqsa, çünki n-imiz sonsuzluğa yaxınlaşmır. Bağışlayın, burada 3-ə bir yaxınlaşıb yazmışam. 3-ə yaxınlaşanda da burada artıq n-in yerinə 3 yaza bilərik ki, n-in yerinə 3 yaza bilərik ki, məxrəc deməli, sıfıra çevrilərsə, bunu vurub açırıq. Yox, sıfıra çevrilməzsə, o zaman qoşmasına vurarıq ki, 3 olanda məxrəci sıfıra çevirsin. Yox, çevirmirsə, elə n-in yerinə 3 yaza bilərsin. Burada n-imiz 3-ə yox, daha doğrusu sonsuzluğa yazsaq, artıq mənfi 4-ü sonsuzluğa bölsək, bizə nə verər? 0. Bax, yenə deyirəm. Bəyək 3 yazmışdım, ona bir dənə izah verirəm. Limit
n yaxınlaşır 3-də, tutaq ki, yazıram 1 bölünsün n minus 3. 1 bölünsün yazmayaq. Tutaq ki, n-in kvadratı minus 9 yazıram da. Görsən, n-in yerinə neçə durur? 3 durur da. N-in yerinə 3 burada yaza bilmirəm. Amma bura n plus 3 olsa, bura n plus 9 olsa, görürsünüz, n-in yerinə 3 yazsam, məxrəc sıfıra çevrilmir ki, 6 eləyir. Sürət neçə eləyir? 18 eləyir. 18-i də 3-ə bölsək neçə eləyər? 6-ya bölsəm 3. Artıq biz n-in yerinə 3 yaza bilərik. Amma məxrəc sıfıra çevrilsə, n-in yerinə 3 yazmırıq. Məcburi ixtisar elə. Bax, limit n yaxınlaşır 3-də, n minus 3-də, n-in kvadratı çıxaq 9. Görürsünüz, burada n-in yerinə 3 yaza bilmirəm. Məxrəc sıfıra çevrilir. Sürəti n minus 3, n plus 3 yazıram. Bölünsün n minus 3. N minus 3'lər ixtisara getdi. Nə qaldı? N plus 3. İndi n-in yerinə 3 yazanda nə aldıq? 6. Görürsünüz, birincidə 3 aldıq, ikincidə 6. Yəni, məxrəc 0 olarsa, bu qeyri-müəyyənlik olar. O da L'Hopital qayda falan var ki, sürət və məxrəcdən eyni tərtibdən törəmə alırıq. Törəmələr birinci və ikinci, üçüncü tərtib törəmə olarsa davam elətdiririk. O da ehtiyac deyil. Sonra, bax uşaqlar, indi keçək testlərimizə baxaq. Burada görürsünüz, sürət və məxrəcin hər birini n-ə bölürəm. N-ə bölürəm ki, məxrəcdə 2n bölünsün. N bizə nə verər? 2. Sürətdə hər birini n-ə böləndə, biz çöldəki ifadəni n-ə bölürüksə, artıq n kökün altına düşəndə, kök altındakı ifadələr n kvadratına bölünəcək. Biz onu kvadrat kökün xassəsindən də bilirik. Yəqin ki, məsələn, 4 kökdə 2-dirsə, 4'ü kvadratını kökün altına daxil edəndə kvadrata yüksəldib, kök altına vururuq. Eyni qayda ilə kök altda 4n-in kvadratı üstə gəlsin 2-dirsə, mən bunu n-ə bölürəmsə, kök altını, n-i kökün altında salanda n-in kvadratı olur. 4n kvadratını n kvadratını böləndə 4, üstə gəlsin 2 bölək n kvadrat. Artıq 2 bölək n kvadratı nə ilə ifadə edilir? 0. Kök altda 4 qaldı, 4-dən də necə çıxdı? 2. Şimdi gəlin baxaq. Burada hər birini n-ə böləndə məxrəc n elədir. 2n bölək n. N-lər getdi. 2 qaldı məxrəcdən. Sürətdə kökün altına n kvadratına bölünəmsə 9n kvadratları getdi. Kök altda 9 qaldı. Üstə gələk. 1-i n-in kvadratına böləndə dedik ki 0 elədir. Çıxaq. Kənardakını amma n-ə bölürük. 9 bölək n. Ədədi n-ə böləndə 0 elədir. Kök altda 9-dan 3 çıxdı. Məxrəcdə də 2. 3-ü 2-yə böləndə 1,5. Sonra. Bax uşaqlar. Deməli, n-in kvadratı gəlsin, n çıxaq n-dirsə, bunu qoşmasına vurun. Kök altda n-in kvadratı plus n. Görürsən, çıxaq veribdir burada. Biz də plus n-ə vurduq. Bunu da böldük. Kök altda n-in kvadratı plus n-ə böldük. Sürət nə verir? A plus b, a minus b deyəndə n kvadratları gedir. Bir dənə qalır. N, bax, n-in kvadratı plus n, çıxaq n-in kvadratları ki, n qaldı. Məxrəcdə də nə qaldı? N-in kvadratı plus n plus n. Hər birini n-ə böləndə, sürətdəki n-ə böləndə 1, n-ə böləndə 1, burada da kök altı n kvadratına böləndə yenə 1. 1-in üstünə 1 gəlindi, məxrəcdə 2, sürətdə də qaldı nə? 1. Cavab 2-də 1. Hər birini, görürsünüz uşaqlar, kök altında deyin, hər birini n-ə bölə bilərsiniz. 5-ci sual. 5-ci sual. Ardıcıllığın limiti deyəndə, bax, birdən n-ə qədər ədədlərin cəmi üçün düsturumuz var. A1 üstə gəl AN bölək 2 vuraq n. Ədədi silsilədən keçmiş. Birinci üstə gəlsin, axırıncı bölək 2 vuraq n. Bölürük bunu nəyə? n plus 3-ə. Sürətlə məxrəci hər birini vurursan, görürsünüz uşaqlar, sürətdə qalır n-in kvadrat plus n, 2 düşür məxrəcə. 2n-in kvadrat plus 8n plus 6.
Bizə demişdik ki, ən yüksək bir dərəcələrin əmsalları qalır. Sürətdə 1 qalıb, məxrəcdə 2 qalıb. 1 bölünsün 2. Bu da bizə nə verər? 0,5. Bax, n-ə bölün, kökaltı n kvadrat olur. Çöldəkilərin n-ə bölün, daxildəkilərin n kvadratı. Bax, hamısı o eyni qaydalı suallardır. Bax, uşaqlar, 1 bölünsün n-i nə ilə ifadə eləmişik? 0 ilə. Elə limit n yaxınlaşır sonsuzluğa. Adət qalanda elə nə verir? 1-i verir. Bu ifadələrin, bu ardıcılığın əsas hissəsi nədir? Əsas hissəsi odur ki, sürət və məxrəci eyni dərəcədən dəyişənə bölünür. Qurtardı, getdi. Digərlərin özünü sərbəst şəkildə yaza bilərsiniz. Bax, dərəcələr eynidirsə, sürətdə dərəcələr eyni deyil. Biri 2-dir, biri 3. Ən böyüyünə bölən. Ən böyüyü nədir? N kubu. Məxrəcdə 1 qalır, amma 2n kvadratın n kubuna böləndə 2 böl n qalar. Bu da bizə 0 verər. Deməli, sürət hamısı 0 oldu. 0-ı da 1-ə böləndə nə düşər? 0. Ümumiyyətcə, qayda olaraq yadımızda saxlayaq ki, əgər sürətdəki dərəcə məxrəcdəki dərəcədən kiçikdirsə, yəni m-imiz n-dən kiçikdirsə, bu 3-dür, bu 4-dür da. Bu ifadə nəyə bərabər olur? 0-a. Amma tutaq ki, məsələn, a x üstü 4-dür, biri də a x üstü nədir? 3-dür. X üstü 3-dür. Artıq bunu mən x üstü 4-ə böləndə məxrəcim nə verir? 0. Burada qeyri-müəyyənlik yanır. Yaxşı, bərabər də olanda nə edirik? Yəni, orada limit yoxdur da, onu göstərir. Tutaq ki, amma a x üstü 3, məxrəcdə b x üstü 3-dürsə, da bundan sonra nə olsun fərq eləmir. Dərəcəsi böyük olanların əmsalını götürəsiniz. Nə qalar? A bölək b. İndi nümunə verər. Məsələn, bizə belə bir nümunə verib. Limit n yaxınlaşır sonsuzluqda 3n plus 5 bölünsün 6n plus 2 bərabərdir a bölünsün 3. A-nı tapın. Onsuz da dəyişənlər eynidir. Əmsalların nisbəti qalır. 3 bölünsün 6 bərabərdir a bölünsün 3. Tənasibdən də 6-a 9-sa a-nı neçə tapırıq? 1,5. Oldu uşaqlar. Bax, yəni də hamısını yazmıram. Bu çalışmaları siz sərbəst şəkildə yazarsınız. Qalıqlarınızı da mən sizə aydın şəkildə izah edərəm.